Qış fəsli başlayandan Nəsimi rayonunun Rəsul Rza, Əlimərdən Topçubaşov, eləcə də digər küçələrində yerləşən mənzillərdə qaz kəsilib. Sakinlər bu problemin nədən qaynaqlandığını bilmədiklərini deyirlər. Qaz əzabı çəkirik. Bir aydan yuxarıdır. Xörək bişirə bilmirik, çay qaynada bilmirik, soyuqdan qırılırıq, körpü uşaqlar var. Hara müraciət edirik? Neçə dəfə qaz idarəsinə zəng eləmişik, götürən də yoxdur, cavab verən də yoxdur. Neyniyək, hara şikayət edək, hara gedək, ay bala ki, bu qaz olsun, Azərbaycanın qazı boldur. Niyə görə biz qazsız qalmalıyıq? Niyə görə atam? Neçə gündür belədir vəziyyət? Hələ bax, bir balaca hava soyuq oldu, qaz yoxdur. Yoxdur. Bir aydan da yuxarıdır belə. Hava soyuq olanda qazlarımız bu vəziyyətdə olur. Ancaq istilər olanda qəşəng gəlir. Soyuq olanda bu vəziyyətdə verirlər qazlarımızı. Çox zəifdir, yəni ev isinmir. Soyuq olur. Neçə gündür vəziyyət belədir? Hava soyuyanda belə olur. Havalar yağışlı, sular olanda qazları kəsirlər. Şahid eləmisiniz heç? Nəsimi rayon qazı? Yox, eləməmişik, amma ümumiyyətlə istilik qızdırıcı peçdən istifadə edirik elektriklə bağlı olaraq. Yəni bu tamamlamır bizi. 10 gündür hər gün 4 dəfə zəng vururam. Hər dəfə də zəng vuranda deyir nəzərə alırıq, yoxlayacaq. Nəzərə alırıq. Gecə saat 2-də qaz buraxır mənim bir damcı. Neynəm mən gecə 2-də? Saat 8-də o qaz yoxdur. Hə, bu qazdır. Harada yaşayırıq biz? Neft ölkəsində yaşayırıq, Neft ölkəsində yaşayırıq, qazımız yoxdur. Utanıram, mən kətlərə zəng eləyirəm. Qazları nə hündürlüyündə gülürlər bizə. Kətdən bizə gülürlər ki, bizim qazımız yoxdur. Buyur. Gözünüzün şahidi oldu. Hər də biz oraya gələn dedik ki, evdə körpü uşaq var. Pis çıxmasın. Mən demirəm, biz indi iqtisadi məziyyətdir, başa düşürük. En azından bu uşağı nəsə yedizdirmək lazımdır da. Harda, nəyin üstündə? Harda pişirilsin bu yemək? Bütün gün ərzində biz bilmirik bu uşaqları necə qoruyaq. Özü şəhərin mərkəzində yaşayırıq. Hardasa bir ucqar yerdə yaşasaq adam yenə deyər ki, hə, düzdür, əslində hər yerdə qaz lazımdır. Adama gülməli gələn odur ki, şəhərin mərkəzi, ən mərkəzidir ya bura və qaz yoxdur. İnsaf da yaxşı şey. Tok peçi koymuşam, bunda pişireceğim bak ata. Neçə gündür vəziyyət belədir? Diyeyim de bir həftədir atam. Yəni gəlmir, hə? Bir həftədir qazımız gəlmir. Yox, körpü uşaqlarla bax qalmışıq belə. Şikayət eləmisiniz ümumiyyətlə? Bir dəfə zəng vurdıq. Telefon nömrəsini bilirdim. Zəng vurduk dedi 10-cu adamsan. Məndən başqa qonşum da zəng vurdu. 10-cu adam da telefonu götürən olmadı oradan. Başqa yox, heç kimə yalan deyə bilmərəm ki, edib harasa şikayət eləmişik. Amma telefonla müraciət eləmişik. Telefonu da açmayıblar. Bəs bu qazla, işıqla işləyirsiniz, işıqlar yazılır. Ne qaraq, qurban olum sənə, körpü uşağım var evdə. Məcburam qırılsın soğuqda. 4 dənə uşaqdır. Uşaq nə qalır ki, qaz yoxdur. Gün orta olur, ağlayır, yemək istəyir. Məcburam, ata, gördüyün ki, xalan qurban. Yoxsa kim istəyər bunu, o da qiymətinə yazır. Məsələ ilə əlaqədar Nəsimi rayonu qaz idarəsi ilə əlaqə saxlasaq da telefon zənglərimizə cavab verən olmadı. Azərqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev onlara bu barədə problemin daxil olmadığını, məsələnin tezliklə araşdırılacağını bildirdi. Hər iki küçədə ümumiyyətlə heç kimdə qaz yoxdur. Bəli, bəli. Bu bir dənə mən aydınlaşdırım. Bununla bağlı bizə heç bir müraciət daxil olmuyor. Şəxsən mənim məlumatım yoxdur. Bu bir dənə araşdırım görüm hələ buna məsələli. Ümid edək ki, Azərqaz tezliklə problemi yoluna qoyacaq və əhali soyuqdan donmayacaq.